Müşfiq müəllim, əslində mövzu boşanma idi, amma boşanmanın da bilavasitə səbəblərindən biri də elə bu dediklərimiz məqamlardır. Bəzən ailədə o deyir sizə, kişi səni artıq bu formada sevib, nəyinə lazımdır gedib dəyişəsən. Bəzən o kişilərdə güvən də itə bilir, bəzən artıq qısqanclıq da oyanır ki, mənə xoşdur sənin indiki halın, kimə görə bunu edirsən. Baxın, evlilik dönəmində nə baş verir? Xoşbəxtdir hamı. Hamı deyir, yox, evlilik gülür. dönəmində hamı xoşbəxt yox, onu deyil. demirəm. Evliliyə gedən yolda. Yolda, bəli. Deyir, gülür, toya hazırlaşır, cehiz alır, oğlan evi qızıl alır, brilliant alır və heç kim nikah müqaviləsindən danışmır. Bəli. Və bugün bir çox problemlər də nikah müqaviləsinin bağlanmaması ucbatından baş verir boşananda. Niyə? Məlumatsızdılar. Bizim gənclər nikah müqaviləsindən və yaxud da məlumatları var, oğlan evinə mi sərf etmir o müqavilənin bağlanmağı, bilmirəm. Bax, hüquqşünas kimi siz deyin. Baxın, evliliyə gedəndə hamı fikirləşir ki, bu ailə uzun müddətli olacaq və heç vaxt dağılmayacaq. Bəli. Təbii ki, kimsə, biz nəyi qarışdırırıq? Biz nikahla, nikah müqaviləsini qarışdırırıq. Nikah bizim dövlət tərəfindən evliliyimizin rəsmi qeydə alınmasıdır. Nikah müqaviləsi ər-arvad arasında yazılı surətdə bağlanan və notarius tərəfindən təsdiq olunan birgə nikah dövründə və ondan sonraki mərhələdə əmlakların idarə edilməsidir.